Bismillahirrahmanirrahim. Allaha həmd olsun ki, yenidən qismət elədi vilayət barədə anladığım məsələləri siz əzizlərlə bölüşüm və düzdür, mənim artıq bu barədə 2 səs yazım hazır idi və niyyətimiz paylaşmaq idi, amma dostlardan, dinləyicilərdən gələn bəzi sual, təklif və iradları cavablandırmağı zəruri hesab elədim. Ona görə bir qədər səs yazım gecikdi və növbədən kənar olaraq bu səs yazını yazmağı vəzifə bildim. Qeyd eləmək istədiyim birinci məsələ əziz ruhanilərimizdən biri tərəfindən bəyan olundu. Biz xatırlayırsınızsa, ötən səs yazılarında belə bir ifadələr işlətdik ki, vəhyə bağlı olan məsum, yəni peyğəmbərlər, vəhyə bağlı olmayan məsum, yəni imamlar. Qardaşımızın iradı bundan ibarət idi. Daha doğrusu irad deməyək, qeyd, əlavə və yaxud da təklifi bundan ibarət idi ki, bu söz, yəni imamlar barədə istifadə olunan bu söz, yəni vəhyə bağlı olmayan məsum ifadəsi bir sıra insanlarda çaşqınlıq yarada bilər və onların imamlar barədə olan düşüncələrini sual altına apara bilər və yaxud da sarsıda bilər. Belə ki, onlar imamın elmini adi insanların elmi səviyyəsində görə bilərlər. Halbuki imamlar lədunni elmə sahib idilər, yəni birbaşa Allah tərəfindən xüsusi olaraq verilmiş elmə sahib idilər və həm dinin qorunması, həm dinin yayılması, həm dinin izahı və təfsiri, Quran ayələrinin təfsiri və digər bütün, yəni dinin müdafiəsindən tutmuş təbliğinə qədər olan bütün məsələləri məhz Allah tərəfindən verilmiş xüsusi elm əsasında onlar görmüşlər. Təbii ki, buna da onlar layiq olublar. Yəni öz həyat tərzləri ilə Allah onları seçərək bu elmlərin onlarda cəm olunmasını onlara bir nemət kimi əta edib və onları layiq bilib. Qardaşın sözü bundan ibarət idi ki, o ifadə həmin bu məsələni kölgədə saxlaya bilər və insanlar imamlar barədə biraz fərqli düşünə bilərlər. Mən əvvəla həm o qardaşa, həm də səsimi dinləyən digər əzizlərə təşəkkürümü bildirirəm ki, vaxt ayırıb dinləyirlər və əlavə minnətdarlığımı da sual verən, irad bildirən, məsləhətləri ilə bizə yardım eləyən əzizlərədir ki, onlara da xüsusi olaraq minnətdarlığımı bildirirəm. Təbii ki, qardaşımızın bu sözü ilə mən də razıyam. Yəni ola bilər bu ifadə biraz çaşdırıcı olsun. Təbii ki, yəni əgər düzgün izah olunsa və yaxud da dinləyən düzgün diqqətlə dinləsə, düzdür, bu şübhəyə düşmə ehtimalı zəifdir. Amma hər bir halda bu səs yazımız ola bilər digər insanlara da gedib çatsın və onlarda fərqli düşüncə yaratsın. Ona görə bizim əqidəmiz budur ki, imamlar vəhiy birbaşa Allah tərəfindən almasalar da, vəhiy mələyi onlara nazil olur, onların hörmətini saxlayır, onların qarşısında təvazökarlıq göstərir və bundan əlavə imamlar Allah tərəfindən xüsusi elmə yiyələnmişdilər. Necə ki, Peyğəmbər buyurur, mən elmin şəhəriyəmsə, Əli onun qapısıdır və yaxud da Əlinin mən olan nisbəti Harunun Musaya olan nisbətidir. Bir fərqlə ki, məndən sonra Peyğəmbər olmayacaq. Yəni, necə ki, Harun Musadan sonra, Musa əleyhissalamdan sonra Peyğəmbər idi və onun olmadığı dövrlərdə də onun vəzifəsini yerinə yetirirdisə və həmçində ilahi elmə sahib idisə, Əli əleyhissalam da Peyğəmbər olmasa da ilahi elmə sahibdir. Bu birinci məsələ ki, vəzifə bildim ki, bu məsələni qeyd edeyim ki, birdən Allah eləməsin bizim səs yazılarımız kimisə çaşqınlığa düşməsinə, əqidəsinin sarsılmasına şərait yaratmasın. Qeyd eləmək istədiyim ikinci məsələ isə vilayət nümayəndələrinin yuxarı silsilədə olan vilayət sahibinə bənzəmək məsələsidir. Yəni biz qeyd eləmişdik ki, fəqih imama, imam peyğəmbərə və peyğəmbər də Allaha bənzəyənlərdir. Ən çox bənzədikləri üçün Allah onları məhz bu məqama layiq görmüşdür. Bu oxşamaq əsasən 3 özəllikdə özünü biruzə verir. Biri elmdə, ikincisi iradə sahibi olmaqda, üçüncü müdəbbir olmaqda, yəni idarəçiliyi bacarmaqda.
özünü daha çox əks etdirməlidir. Yəni vilayət sahibi bol və köklü elmə sahib olmalıdır. Elminə, o bildiklərinə əməl edə biləcək və özünü idarə edə biləcək iradəyə sahib olmalıdır və həmçinin də insanları idarə edə biləcək müdəbbirliyə və idarəçiliyə sahib olmalıdır. Peyğəmbər elm baxımından vəhyə bağlı olduğu üçün, ilahi elmdən faydalandığı üçün elmin pik həddindədir. Həmçinin də məsum imamlar birbaşa əlaqə ilə ilahi elmdən yararlandıqları üçün elmlə bağlı onlar ən pik həddədirlər. Yəni oxşarlığı ən pik həddədir. İkinci, iradə məsələsi. Yəni biz də bəzi şeyləri bilirik, amma əməl edə bilmirik. Elə məsumların əsas fərqi adi insanlardan budur ki, onlar xüsusi iradə göstərirlər və ağıllarının daha sonra da şəriətin təsdiqlədiyi o və onlara bəyan elədiyi məsələlərə əməl etməyi rahatlıqla bacarırlar. Yəni iradələri o səviyyədədir ki, artıq şeytan onlara yol tapıb azdıra bilmir. Bu iradə o qədər güclüdür ki, artıq ismət məqamına layiq görülür imam. Yəni onun nəinki günah etməyi, hətta yanlışlıq belə etməyi gözlənilmir. Yəni ona görə Peyğəmbər və imamdan o iradənin ən pik həddində olduqları üçün nə günah, nə də xəta baş verə bilər. Bizim əqidəmiz budur. Eyni zamanda müdəbbir də olmalıdır. Yəni idarəçiliyi də bacarmalıdır. Çünki onun əsas işi də elə insanlarlandır. Və bir idarəçiliyi olmayan bir məsum şəxsiyyət təbii ki, təsəvvür oluna bilməz. Əgər bir şəxs elm tərəfdən də Allaha bağlıdırsa, iradə baxımından da yüksək səviyyələrə malikdirsə, təbii ki, bu insan idarəçiliyin də ən yüksək səviyyələrində olacaq. O ki, qaldı fəqihə gəlincə. Fəqih elmdə imama ən çox bənzəyəndir. Niyə? Çünki o ömrünün uzun illərini qoyub və fəqahət bacarığını, ictihad bacarığını özündə əldə edib. Yəni artıq dini dərindən bilən, dinin hökmlərini dərindən araşdırıb üzə çıxarda bilən, Allahın və məsumun sözünü onların dediyi formada başa düşmək üçün ciddi səy göstərə bilən bir şəxsə çevrilib elm baxımından. Bəli. Ona görə imama ən çox bənzəyən şəxslər də məhz elm baxımından fəqihlərdir. Yaxşı, bəs hansı fəqihlər? Təbii ki, dedik, iradə sahibi olan fəqihlər. Bu iradə sahibi imam və peyğəmbərdə ən yüksək həddə olduğu üçün ismət məqamı adlanır. Amma fəqihlərimiz, yəni ismət məqamından aşağı olan mərhələsi isə ədalət mərhələsi adlanır. Və bizim fəqihlərimiz və ümumiyyətlə insanlar, məsələn, hətta pişnamaz belə adil olmalıdır. Amma bir fəqihin, yəni cəmiyyəti idarə edə biləcək bir fəqihin ədaləti ilə bir pişnamaz, yəni bir məsciddə imamlıq edə biləcək, bir cəmaata imamlıq edə biləcək şəxsiyyətin ədaləti arasında təbii ki, fərq olacaq. Çünki biri beynəlxalq səviyyədə iş görmək niyyətindədir, biri isə kənd, şəhər, ölkə səviyyəsində iş görmək hədəfindədir. Odur ki, imamdan sonra olan fəqih ki, vilayət sahibinə yerlənəcək, onun iradəsi də ədalətin ən pik hədlərində olmalıdır. Düzdür, ismət məqamına çata bilməz və o məqamı əldə edə bilməz. Düzdür, yol açıqdır. Amma biz 14 məsumdan və peyğəmbərlərimizdən əlavə digər şəxsiyyətləri məsum olduğu qənaətində deyilik. Hərçənd ki, ədalət özəlliyi, yəni ismətdən bir pillə aşağıda olan həmin o insanı günahdan, xətadan ilahi yardım vasitəsilə saxlaya biləcək bir qüvvənin bütün insanlarda olma ehtimalını veririk. Yəni hər bir insan bu ədalət özəlliyini özündə əks etdirə bilər və qazana bilər. Təbii ki, bildiklərinə əməl edərək və elmini artıraraq. Bundan əlavə müdəbbirlik və idarəçilik də qeyd elədik ki, peyğəmbər və imamlarda bu yüksək səviyyədədir. Təbii ki, fəqih də əgər elmi cəhətdən üstündürsə və ədaləti də sübuta yetibsə, yəni bunun kənarda
digərlərinin yanında, istər-istəməz cəmiyyətdə olub. Əgər bu şəxsin iradəsinin də güclü olmağı artıq sübuta yetibsə, müxtəlif həyatın müxtəlif mərhələlərində və həmçinin də idarəçilik də sabit olubsa ki, bu insan idarəçiliyi də bacarır. İstər ailəsində, istər cəmiyyətində bu insan artıq təcrübədən keçib və idarəçiliyi sübuta yetibsə, bu insana, yəni bu şəxsiyyətə imamlardan sonra vilayət ötürülür. Demək, necə ki, Peyğəmbər və imam bu dediyim əsasən üç şeydə mütəal Allaha ən çox bənzəyən şəxsiyyətlərdir, insanlardır. İstər elmdə, istər iradədə və müdəbbirlikdə, idarəçilikdə. Fəqihlər də özlərini yuxarı vilayət sahiblərinə, yəni silsilənin yuxarısında olan vilayət sahiblərinə bənzətdikləri üçün onlar da vilayətdən bəhrə aparırlar və qeyb dövründə onlara vilayətin tətbiq elədiyi həmin o idarəçilik hüquqları da ötürülmüş olur. Sonuncu iradda YouTube kanalımızda əziz izləyicilərdən biri tərəfindən bildirildi. O da bundan ibarətdir ki, siz orada deyirsiniz Allaha bənzəmək. Halbuki Quran-ı Kərim Allaha bənzəməyi inkar edir və buyurur ki, heç kim Allaha bənzəyə bilməz. Və ləm yekun lehu kufuven əhəd. Onun misli bərabəri yoxdur. Ona bənzər bir varlıq yoxdur. Siz amma orada qeyd edirsiniz ki, Allaha bənzəmək. Bəs bu nə dərəcədə düzgün ifadədir? Allaha bənzəmək mümkündürmü? Təbii ki, bu sualın cavabında, bu iradın cavabında biz bildirməliyik ki, biz Allaha bənzəmək deyəndə Allahı tamı-tamına bənzəməyi nəzərdə tutmuruq, onun mislinə çevrilməyi nəzərdə tutmuruq. Təbii ki, Allahı zat baxımından ümumiyyətlə mümkün deyil bənzəmək. Allahın zatı ümumiyyətlə dərk olunmazdır, nəinki bənzəmək mümkün olsun. Amma Allaha bənzəmək digər mənada, yəni sifətləri, özəllikləri baxımından Allaha bənzəmək nəinki mümkündür, hətta bizim yaradılış hədəfimizdir. Quran-ı Kərim buyurur müxtəlif yerlərdə ki, Allahın sizə yaxşılıq etdiyi kimi yaxşılıq edin. Yəni Allah necə sizə yaxşılıq edibsə, siz də o formada yaxşılıq edin. Minnətsiz, Allah necə lütf, mərhəmət sahibidirsə, siz də o cür niyyət əsasında insanlara yaxşılıq edin. Və yaxud da başqa yerdə buyurur ki, ilahi rəngə boyanın. Yəni nə? Yəni nə qədər bacarırsınız Allaha bənzəyin. Və yaxud da hədis buyurur, Allahın əxlaqı ilə əxlaqlanın. Bunlar hamısı nəinki mümkünlüyünə, hətta bizi Allaha oxşamağa, bənzəməyə dəvət edən ayə və hədislərdir. Və son olaraq bir hədisi də inşallah diqqətə çatdırıram ki, Allaha bənzəmək nəinki mümkündür, hətta bizlərə bir hədəf olaraq təyin olunub. O da budur ki, İmam Sadiq əleyhissalam buyurur ki, ibadət bir xəzinədir ki, onun həqiqəti və batini rəbli eləməkdir və insanların artıq ilahiləşməsidir. Necə ki, Allah iradə sahibidir, insan da elə bir məqama gəlib çata bilər Allahın izni ilə, Allaha oxşamaq ilə, Allahın, yəni bu təbiətin qanunu və mənəvi təbiətin, aləmin qanunu budur ki, insan nə qədər çox Allaha bənzəyirsə, bir o qədər çox ilahi qüvvətin və gücün əldə olunmasında şərait yaradır özünə. Və artıq Allaha bənzəmək insanın onun kimi qüdrətli, mərhəmətli və elmli olmasına da gətirib çıxardır. Yəni insan Allaha tərəf addım atdıqca, necə ki biz ibadətlərdə bu cür qeyd edirik ki, qurbətən ilallah, yəni Allaha yaxınlaşmaq məqsədi ilə. Allaha yaxınlaşmaq yəni nə? Yəni Allaha yaxınlaşıb biz nə etmək istəyirik? İbadətlərimizin qayəsi olan qurbət nəyə xidmət edir? Təbii ki, Allaha yaxınlaşmaq, Allaha bənzəmək, Allaha bənzəyərək onun yer üzündəki buyurur, mən yer üzündə xəlifə qərar verdim. Həmin o xəlifəliyi özümüzdə, öz daxili aləmimizdə formalaşdırmaq. Yəni bunlar nəinki qardaşımızın irad bildirdiyi kimi problemli bir məsələdir. Hətta bizim həyat və yaradılış qayəmizdir. Allah bizə qismət eləsin. Allaha bənzəyək. Əlimizdən gələn qədər Allaha bənzəmək uğrunda bizim çəkdiyimiz bu zəhmətlər ki var, ibadətlə məşğuluq və yaxud da haramlardan qaçmağa çalışırıq. Allah bizim bu zəhmətlərimizi yerdə qoymasın və bizə bərəkət versin. Ki biz də müəyyən formada öz səviyyəmizdə Allaha bənzəyə bilək. Diqqətiniz üçün minnətdaram. Allah hamımızdan razı olsun.